Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Necəsiz? Önemli bir video ile karşınızdayım bugün. Bəli, bugün nəticələr açıqlanan gündür. 17 aprel mənim üçün artıq önemli bir günə çevrildi. Çünki bugün deməli 9 Mart buraxılış nəticələri çıxdı. Və bu videoda istədim ki, sizinlə bir danışım. Gözlədiyim kimi mi oldu nəticə? Az yoxsa çox oldu? Ümumi olaraq belə deyək də, gözləntim nə idi və necə çıxdı? Yəni bu haqqda ümumi olaraq danışacağam və s. Bunu deyim ki, qabağımdakı bu kitab elə belə, yəni dekor üçün qoymuşam bunu. Əlaqəsi yoxdur yəni video ilə. Nəysə, deməli, belə deyək, çox uzatmadan gəl nəticəmi açıqlayım. Baxaq neçə bal oldu. Hər halda gülümsəməyimdən təsəvvür edə bilirsiniz ki, daha doğrusu təxmin edə bilirsiniz ki, gözlədiyim kimi olub və ya yaxşı olub. Bəli, gözlədiyimdən də yaxşı oldu nəticəm. Əslində hesablamışdım bu qədər, lakin dəqiq deyildi. Deməli, nəticəm nə qədər oldu? İngilis dili üzrə 100, ana dili 97.5, riyaziyyat 97.9 bal oldu. Yəni ümumi bal 295,4 bal oldu. Həqiqətən çox qəşəng nəticə oldu. Belə deyək də, çox razı qaldım nəticəmdən. Belə deyək, əvvəl necə hesablamışdım? Elə belə hesablamışdım. Yəni 280 üstü gözləyirdim. Çünki həqiqətən qəşəng keçmişdi imtahan və belə deyək də, qəşəng keçmiş nə məndə əvvəlkilərə baxanda, əvvəl verdiyim sınavlara falan baxanda biraz çətin idi həqiqətən. Lakin ümumi olaraq baxsam, sınavlarda necə yazmışdımsa elə yazmışdım. Yəni çox dəhşətli, mənim belə vaxt çatdırmadığım, kodlaşdıra bilmədiyim şey qalmamışdı. Demişdim zaten, bunun haqqında bir video çəkmişdim mən. Deməli, nəticəm gözləniləndən biraz da yaxşı oldu. Bəs niyə yaxşı oldu? Nə qədər gözləyirdim? Özüm deyirdim ki, hər halda 288, 286, 291 belə olar. Belə gözləyirdim. Niyə? Çünki iki səhv zaten dəqiq var idi. Biri Azərbaycanla bir qapalı sual zaten səhv idi, o dəqiqdir. Riyaziyyatdan da bir sual, orada üçbucağın sahəsini hesablayanda tərəfləri bir-birinə, daha doğrusu katetləri bir-birinə vurmuşam. Düz bucaqlı, üçbucaqlı. İkiyə bölmə yadımdan çıxıb, elə də saxlamışam. Yəni bu ikisi zaten məlum dəqiq səhvlərdir ki, bunlar zaten çıxılacaq baldan. Bunlar dəqiq idi. Yəni bunları hesablayanda, yəni qalan hamısını düz götürsək 295.4 eləyirdi yəni. Və elə də oldu. Yəni o ikisi tam düz götürüldü, qalan o ikisi deməli səhv götürüldü, qalan hamısı düz götürüldü. Yəni mənim üçün yığıla biləcək ən maksimal bal həqiqətən oldu, yəni bu imtahana görə. Nəsə əlavə bir bal kəsilmə mövzusu olmadı mənim üçün. Həqiqətən bu məni sevindirdi. Nədən narahat idim? Ondan narahat idim ki, məsələn, Azərbaycan dili heç zaten onun açıqlarını düz tələsik yazmışdım, amma bilirdim ki, yazmışdım. Yəni fikrimi ifadə edə bilmişdim. Orada nəsə çatdırmadığım bir şey qalmamışdı. Riyaziyyatda mənim narahat olduğum məqamlar var idi ki, məsələn, sualı həlləmişəm, lakin orada deməli cavabı yazarkən belə bir şey var idi. Bizdə vaxt çatışmazlığı problemi yarandı məndə. Baxıram vaxta ki, az vaxt qalıb da. Yəni az vaxt nə mənada? Yəni baxıram ki, sual sayına görə mənim vaxtım azdır, yəni çatdırmama riski var. Ona görə də sualları oxuyanda ətraflı 7 dənə sualı işləyərkən baxıb burada həll edib sonra bura köçürmək kimi bir şey eləmədim. Yəni risk aldım, çünki eləməli idim, buna məcbur idim. Yaxşı ki də almışam, yəni eləməsəydim çatdıran deyildim zaten. Nəsə qalacaqdı orada geridə. Buradan baxıb birbaşa məsələn oxuyuram, burada həll edirəm. Yəni cavab kağızında həll edirəm birbaşa. Yəni o riski aldım, 7 son 7-sini də yazdım və bu məni biraz qorxutdu ki, cavab kağızında bəzi səhvlərim oldu. Yəni məsələn, hətta bir sual var idi ki, yarıya kimi səhv gəldi, nə mən səhv gəldi. Yazdığım düz idi, səhv bir şey yazmamışam. Sadəcə lazımlı bir şey deyildi, yəni o həll prosesində bizə lazım olmurdu. Uzun yol idi, sanki belə lazımsız yol. Gördüm ki, buradan alınmır. Hə, qaralaya da bilmərəm də, cavab kağızı belə səliqəsiz alınır axı. Bunu saxladım burada. Keçdiyim vaxtdan yazdım ki, bunu daha qısa olması üçün bu halla da yazmaq olar. Belə yazdım, nəsə həllədim. Yəni, amma cavabım tam düz idi. Səhv bir şey yazmamışam, sadəcə artıq şey yazmışam. Yəni elə düşünün. Ondan biraz narahat edim ki, kəsərlər, eləyənlər, belə eləyərlər, amma sağ olsun ki, demin deməli ekspertləri yoxlayarkən tam bal veriblər onlara. Necə gözləyirdim, yəni necə ki belə götürülə bilər, həqiqətən ədalətli olaraq bal verildi. Çox sevinirəm buna görə. Artıq bloka rahatlıqla hazırlaşa bilərəm. Çünki buraxılışın 280 neçəsə gəlsəydi, birazca pis ola bilərdim bəlkə ki, bloka biraz yaxşı hazırlaşmalıyım ki, oradakı o şeyi bağlaya bilim. Çünki mənim hədəfim 280 üstü deyirdim, amma lakin 290'ı keçmək istəyirdim. Çünki 290'ı keçsəm, bloku biraz az olsa belə, yəni ümumi olaraq qəşəng nəticə olur da, yəni. Amma çox qəşəng oldu, həqiqətən 295 bal əla oldu mənim üçün. Blok imtahanında da deməli, artıq yəni 370 belə yığsam, 365 yığsam, yəni bütün hallarda neçəni keçirəm? 660, 670 belə yığa bilərəm. İndi baxaq da blok necə olacaq. Hər dəqiq bir şey gəlmərəm onun haqqında. İnşallah ki, blok da yaxşı olacaq. Ümid edirəm buna. Belə, ümumi olaraq nəticəmi paylaşdım. Və nəticəni necə öyrəndim? Gəlin bunu deyək. Deməli, bugün gözün müayinəsinə getmişdik biz. Deməli, bir ildən bir gedirik də eynəkləri dəyişməyə. Yoxlanışa yəni.
Oradan qaydırdıq, Bakıdan qaydırdıq. Özüm Xaçmazda yaşayıram bilirsiniz. Bakıdan qaydırdım. Yolda artıq hardasa 2 saat qalmışdı evə çatmamıza. Maşında bir də görürüm ki, qrupa mesaj gəldi. Bizim sinif qrupuna, deməli kursdakı sinif qrupuna mesaj gəldi. Sinif yoldaşım yazdı ki, cavablar çıxdı. Mən də deyirəm ki, Məleykə Abbaszadə açıqlamışdı da, hardasa bir yerdə açıqlama vermişdi. Deyəsən 27-sindən sonra çıxacaq demişdi, yoxsa nəsə bir şey orada var idi. Yəni əksəriyyət şagirdləri biz deyirdik ki, yəqin hələ ki tezdir, yəni 17-si çıxmanı gözləmirdik. 20 neçəsizə çıxacaq düşünürdük. Yəni biraz bugünü gözləmirdik. Yəni hələ ki mən düşünürdüm ki, çıxsa ən tez gələn həftənin ortalarından sonra çıxardı yəqin, amma tez çıxdı. Yəni gözləmədiyim bir vaxtda çıxdı. Və sinif yoldaşım belə yazdı, bir həyəcan götürdü məni. Dedim ki, yəqin elə olmaz. Qrupa da yazdım ki, yəni düz deyil də, yəni yoxsa Dim özü paylaşardı. Sonra girib baxdım ki, Dimin səhifəsində həqiqətən paylaşdı. Yəni o anda bir tər götürdü məni. Çünki dediyim kimi o riskli məqamlar var idi. Məni narahat edən ki, kəsəcəklər. Özümə dedim ki, yox, kəsəcəklər oradan bal ki, azalacaq balım 280-lərə düşəcək. Yəni risklidir o ki, biraz o şey yox, artıq deyək də. Risklidir artıq ki, blokda nəticəm biraz bəlkə biraz aşağı düşsə, 650-dən aşağı düşərdə. Yəqin ki, elə düşünürdüm. Amma tam bal gəldi. Yəni belə, ümumi olaraq belə öyrəndim. Həqiqətən həyəcanlı an idi mənim üçün. Nəticəni görəndə çox sevindim həqiqətən. Buradan təşəkkür edirəm Dimin marker müəllimlərinə, ekspertlərinə ki, yəni öz nəticəm olaraq desəm, öz nəticəmə görə, yəni mənim üçün tam ədalətli yoxlanıldı. Həqiqətən gözlədiyim, yəni şagirdin potensialını belə deyək də yoxlamaq üçün uyğun belə deyək standartlar əsasında yoxlanılıb da mən belə deyərdim. Çünki yəqin ki, orada başa düşüb görüblər ki, yəni mən orada nə isə belə deyək tələsdiyimə görəmi yoxsa necə, yəni o başa düşüblər ki, yəni orada mən bilmədiyimə görə yox, sadəcə tələsdiyimə görə, müəyyən tam sualı biraz tələsik analiz etdiyimə görə, yəni o tip biraz lazımsız bəlkə faktlar falan yazmışam ora. Nəysə, ona başa düşüb tam bal veriblər, nəsə orada kəsməyiblər. Yəni yığa biləcəyim maksimal balı yığdım. Ümumi olaraq yəni nə məndə bu imtahandan zaten 2 səhv zaten var idi. O qalanları kəsmədim. Yığa biləcəyim maksimal balı yığdım bu imtahan üçün. Belə və buradan bu video ilə müəllimlərimə təşəkkür etmək istəyirəm. Məni hazırlaşdıran bütün müəllimlərə minnətdaram. Adlarını çəkmək istəyirəm onların ki, mənə bu müddət ərzində hazırlıq prosesində həqiqətən dəstəkləri çox oldu və indi də yəni 9-da da yüksək bal toplamışdım, 297.1 bal, indi də 295.4 bal. Həqiqətən çox super nəticələrdir mənim üçün. Bəziləri məsələn deyirləri 300 gəlirmi bu il, elədir, amma həqiqətən mən əvvəldən deyim ki, öz-özümə deyirdim ki, bəlkə indi 300 olmur, bəlkə ola bilir deyirdim, amma yəni öz-özümə deyirdim ki, yəni çox şey də eləmədə, yəni çünki imtahandır bu, o qədər həyati bir əhəmiyyəti yoxdur. Yəni nə qədər önəmli olsa da ki, hər şey deyil və ya məsələn hər şeyin sonu deyil. Sadəcə yeni bir başlanğıclara yol açır imtahanlar. Yəni öz-özümə deyirdim ki, nə yığacam, elə deyib getmişdim. Çünki arada bir həqiqətən həyəcan gəlirdi ki, mənə birdən az olar, birinlə mənə eşitmərəm, elə olar. Axırda gördüm ki, heç yəni onları dərd eləməlik bir şey yoxdur ortada. Yəni 9-da nə yapdım, gəlib 11-ci sinifdə 12 bir bal yığdım. Əla oldu. Nəysə. Burada müəllimlərimə təşəkkür edirəm. Əvvəlcə Azərbaycan dili fənnindən mənə dərs keçən müəllimlərimə təşəkkür edirəm. Azərbaycan dilindən deməli müəllimlərim Fidan müəllim, Qızılgül müəllim, onlara təşəkkür edirəm. Və Orxan müəllim və Xatirə müəllim. Təşəkkür edirəm onlara buradan Azərbaycan nəticəmə görə. Riyaziyyatdan isə Vəfa müəllimlərə təşəkkür edirəm. Məktəbdə də hazırlıqda Vəfa müəllim keçib. Bir də Gülnar müəllim. 9-cu sinif hazırlığında Gülnar müəllim keçib riyaziyyat mənə. Onlara minnətdaram həqiqətən çox. Və ingilis dilindən isə Aliyə müəllim və Xumar müəllim. Onlara da dərin təşəkkürlərimi bildirirəm ki, yəni mənim bu nəticəmi toplamaqda böyük rol oynayıblar. Hamısına minnətdaram və təşəkkür edirəm. Yəni bu nəticəmdə onlara borcluyam. Düzdür, öz zəhmətim də olub, ona şey eləmir, biraz təvazökar davrandım burada. Amma yəni həqiqətən müəllimlərimin rolu əvəzsizdir əlbəttə ki, bunu mütləq qeyd eləməliydim. Belə, videomuz bu qədər. Ümumi olaraq nəticəm haqqında danışmaq istədim. Hamıya da uğurlar arzulayıram. Siz də nəticələrinizi aşağıda bölüşə bilərsiniz. Necə oldu, necə gözləyirdiniz, razı qaldınız. Amma mən ümumi olaraq desəm, həqiqətən mən razı qaldım yəni. Niyə razı qalmayım? Yəni həqiqətən qəşəng nəticədir. Artıq blok imtahana daha həvəslə hazırlaşa bilərəm. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah bugündən etibarən qərar verdim ki, yeni videolar çəkim. Nə mənada, məsələn fizikadan, informatikadan və riyaziyyatdan blok imtahanına necə hazırlaşmaq olar, əlavə tövsiyələr verəcəm. Artıq nəticələr də çıxdığına görə rahatlıqla, yəni bu müddətdə təxminən 50 gün qalıb birinci qrupların imtahanına. Bu 50 gündə nələr edə bilərik? Yəni bu tip bir video çəkəcəm. İnşallah elə bir fikrim var. İndi baxım da həvəs lazımdır, biraz vaxt lazımdır.
çəkəcəm mən mütləq və bir də bir müddət sonra yay təxminən mayda, iyunda isə yeni 11-ci siniflərə tövsiyə videosu çəkəcəm ki, yəni mən bu il 11-ci sinifdə necə buraxılış imtahanı hazırlaşdım, ümumi olaraq bütün hər şeydən ətraflı danışacağam. Necə 295 bal topladım, bu haqqda ətraflı videolar gələcək. Bu qədər. Təşəkkür edirəm izlədiyinizə görə. Sağ olun, salamat qalın.